Esselamu Aleyküm izləyicilər. Bu video dəstə F hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 4-cü hərfi F hərfidir. Bu hərf dilin ucunu yuxarı kəsici dişlərin ucuna vurmaqla və ya dilin ucunu yuxarı və aşağı kəsici dişlərin arasından biraz çıxardaraq yumşaq tələffüz edilir. Azərbaycan dilində olan S səsinin incə və pəltək formasıdır. Məhz bu səbəbdən ekranda gördüyünüz kimi S hərfinin üstündə, yəni belə bir işarə qoymuşam ki, yəni bu hərf pəltək hərfdir. Eyni zamanda bu hərf ingiliscəsində olan TH hərf birləşməsi kimi səslənir. Səslənməsinə nəzər salaq. F. Ekranda hal-hazırda F hərfinin yazılış formalarını görürsünüz. Müstəqil yazılışı eynən T hərfinə oxşuyur. Lakin T hərfində nöqtə sayı 2 dənədirsə, burada 3 dənədir. Əvvəldə yazılışı, yəni özündən sonra hansısa bir hərfə birləşir deyənə sağ tərəfi qapalı, sol tərəfi açıq olur. Orta yazılışında hər iki tərəfi açıq olur, yəni həm özündən əvvəl, həm də özündən sonra hansısa hərflərə qoşulur. Və son yazılışında da sağ tərəfdən çıxıntı olur, yəni özündən hərf olduğu üçün və müstəqil forma çıxıntıya birləşdirilərək yazılır. İndi isə praktiki formada yazılışını həyata keçirək. İlk öncə müstəqil formasını yazmağa çalışaq. Deməli, yuxarıdan aşağıya doğru xətt çəkirik və daha sonra iki damanı əhatə edəcək formada sağdan sola doğru çəkirik və yenidən aşağıdan yuxarıya doğru və burada üstünə nöqtə işarəsi qoyuruq. Bir daha yazıram. Eynən T hərfinin yazılışına oxşayır. Fərq sadəcə nöqtə sayındadır. Yəni ümumən B, T və F hərfləri, yəni eyni belə deyək formada yazılır. Sadəcə nöqtə saylarında və nöqtənin yerinə görə fərqlənir. Əvvəldə olan yazılışını yazaq. Deməli, eynən müstəqil formadakı kimi yazırıq. Lakin sol tərəfdən, yəni xətti çəkmirik, çünki buradan başqa bir hərfə qoşulacaq və yuxarısında nöqtələrini qoyuruq. Qeyd etdiyim kimi B, T və F hərflərinin yazılışı, yəni ümumi forması eynidir. B hərfində aşağıda bir nöqtə olur, T hərfində yuxarıda 2 nöqtə, F hərfində isə yuxarıda 3 nöqtə olur. Bir daha yazılışını yazıram, əvvəldə olan yazılışını və nöqtələri yuxarısında qoyuram. Ortada yazılışına nəzər salaq. Deməli, sağdan çıxıntı çəkirəm, daha sonra düz yuxarıya xətt, sonra sola doğru çəkirəm. Yəni hər iki tərəfi açıq olur, müəyyən hərfə birləşdiyi üçün və daha sonra yuxarıda nöqtələrini qoyuram. Yenə düz xətt, yuxarıya doğru çəkdik, təzədən aşağı və sola doğru çəkirik və nöqtələrini də qoyuruq yuxarıda. Yenə sağdan çıxıntı, yuxarıya doğru, daha sonra aşağı, sonra sola doğru və bu hərfin sonda yazılışına da nəzər salaq. İlk öncə sağdan çıxıntı çəkirik, çünki özündən əvvəl hansısa bir hərfə qoşulur. Ona görə mütləq birinci çıxıntı çəkib, daha sonra müstəqil formanı yazırıq. Çıxıntı və daha sonra müstəqil formadakı kimi yazırıq. Yəni bəzən iddia etdiyi kimi, yəni ərəb hərfləri, yəni elə də çətin deyil. Yəni ümumi 16 forma eynidir. Sadəcə hərflər bir-birindən nöqtə sayına görə fərqlənir və bunların da yəni 4 cür və 2 cür yazılışları var. Yəni ümumi yəni olaraq eynidirlər. Yəni sadəcə əvvəldə olanda özündən sonra yəni bitişdiyi üçün açıq qalır. Ortada
olan dəyər iki tərəfdən açıq olur. Çünki özündən əvvəl, özündən sonra hansısa bir hərfi birləşir və sonda da çıxıntı və müstəqil formasını yazırıq. Yəni çətin deyil, əksinə Allah Subhanahu va Taala bunu bizim üçün asanlaşdırıb. Bu qədər. Əssalamu aleykum.